Təbriz yayımında Aslana qəzəblənərək evdə xanımın ola-ola evə dost gətirmək nə deməkdir? Çox güvənmə dostuna, birdən qoyar mostuna kimi qalmaqallı sözlər işlədim. Gəlin həmin o videonu izləyək, bəyənib abunə olmağı unutmayaq. Yaxşı gəldi, kişi kimi gəldi, ləzzət gəldi. Qardaş evləndi. Mən bir dənə bilsən nə çatmır? Kart qoymaq cəhənnəmə. Oyun oynamaq cəhənnəmə. Bu Azərin arvadı Sevdə görmür ki, ilahə var, o üzr istəyirəm, o qız var, o tiktokerdir, nədir, adı tiktokerdir. Azər keçən dəfə deyir ki, üzüm mənlidir, bədənim mənlidir. Bu arvadın, mən sən həyat yoldaşın olsam, düzün danışına, mən onu durub desəm, sən mən nə deyərsən, bax kişi qızı kimidir. İlahə deyir, nə? Dalaşaram səndən. Dalaşarsan, düzdürmü? Dalaşarsan da, sən indi belə çıxmasın, sən götürüb şey deyirsən, adı sən deyirsən ki, üzüm mənliyi, bədənin mənliyi yox, şeydir, Sevdə də beldirir, az gəlim darıxma Bakıya, səhət cıracam, nəyə cıracaqsan ki? Dərvi cırda, nə birinci? Bax, denən Təbriz deyir, ATV-nin iştirakçılarının iki nəfərin çıxmaq şərti. Yenə bekərsən, gül, ayallı, gül. Mən deyib gülürəm, mən prosto onların pajı, keçən dəfə Azər mənə qalib. Kim neynədi, iştirakçılardan kim neynədi, niyə qarışırsın? Keçən dəfə mən pis oğlan deyirəm ha gün, cibimdə nə qədər pul, bax, bir bərəkədə and olsun. Burada çoxu da bilir ki, mən cibimdə olan pul, onların bir aylıq uyan maaşıdır da. Azər dedi ki, oğluma masaj üçün kömək istəyirəm, həqiqdə ürəyimdən keçdi. Kişi mənə qayıtıb elə deyir, Azər var yox söysüydü. Mənə var yox söysü. Mən Allah'a hamd olsun, mən sinif yoldaşım var, bantizmdə işləyir. Mənə qayıtıb ki, yetim nə olub, nə məsələdir, WhatsApp-a zəng gəldi, daha TikTok'dan görüb. Dedi, darıxma, Gəncədə uşaqlar var, indi ona zəng gələcək, o əl qap eləyəcəklər, eləyiblər də, ona görə bura qoşula bilmir mənə. Eləyiblər də, ona görə bura qoşula bilmir. İşiniz yoxdur, ağsaqqal adamdır. Yo, ölsəm belə mən o Azərdən əl çəkməyəcəm. O nə qədər TikTok'a pul qoyacaq. O böyüdür, səhv eləyib də, Təbriz. Girsin canlıya, desin ki, üzr istəyirəm, bağışla məni. O sözü deməz ha gün, özün yaxşı bilirsən də, talışlar dediyin axıra kimi gedəndir. Mən onu imkan verməyəcəm. Ya gəlişsin, görüşsün desin, ya da ki, belə desin. Mənə dəxli yoxdur. Mənə dəxli yoxdur. Mən sənin uşağı kömək eləmə çalışıram. Masaj pulu yığırsan, lap yaxşı. Başa düşürəm. Çətin dairə saxlamaq. Birin olar, birin olmaz. Amma sən mənə durub, gəlibsən mənə deyirsən ki, belə filan bəsməkan. Mən birbaşa deyirəm, Azər, sən dilənçisən. Dilənçi. Alucan danışmıram. Alucan danışmıram. O qolluğu belə göstərdim. O qolluğu ki, belə çıxması evvə göstər. Sən birinci evində normal adam olsa, sən damatın buradan giyinib arvad, mən şəxsən elə eləyə bilmərəm. Mən qadınmaqda eləyə bilmərəm. Başın getdi, baxma. Onun kimin əslində qeyrətli oğul var. Nə varıram ki, neynirəm ki, başım gedir, başı vur divaracına. Mən neynirəm ki, nə varıram ki, mən Allah hamd olsun pis insan deyirəm. Acın gözün qabağında, acın kişi qızı kimi deginən hər şey ona dursun. Ayısı yerliliyi də atıram qırağa, biz ilk dəfə də qoşulmuşuq, belə mən yayımdan izləyib görmüsən. Nə qədər kasıb insan əl tutmuşam. Səni and verirəm gözəl Allah'a. Gizlincə də izləmişəm səni, hamıya dəstək olmuşsan, sözün düzün demisən. Kim deyə bilər ki, Təbriz belə çıxmasın, mənə qarşı pis olub. Sadəcə olaraq Təbriz nəyə görə qarşı pisi? Qardaş, ged işlə də, başqa dönümsən. Ged işlə də. Mən bunu heç kim eləmədi. Kimsə də danarsa onun evindən xəbəri yoxdur. Mən anam. Dava dərmanlarla yaşayır ha gün. Bunu mən kart qoyub almamışam. Bunu mən getdim əziyyət çəkdim aldım. Buna bax. Mən bunları getdim əziyyət çəkdim aldım. Dizimi attım yerə, dedim ki, mən bunları alacam. Eyləyəcəm mən bunu. Eləyəcəm mən bunu. Kim mənə burada nə yazır, nə yazmır, mənə vecimə də deyir. Gedin nə istəyirsiniz, eləyin. Yəni,
bir dənə ad qoyublar, Təbriz içəndir. Təbriz içəndir sənə neyniyib? Evə sataşıb, anava sataşıb, bacıva sataşıb. Təbriz lap bomba oğlandır. Mən bomba oğlanam. Mən yaxşı oğlanam, özümə deyirəm. Başqa. Amma sən nə edirsən? Sən gedib kart qoyub pul yığırsan. Kart insan ağac bar versə başını aşağı əyər. Mən burada nə Acunu, nə də məni. Mən Acunu belə efirlə tanımışam. Acun özü də bilir ki, mənim kəlməm qızıldır. Yadıma gəldi, yoldaşım bir dəfə Aslan da. O söhbət nəyə görə bağlandı? Kişi qızı kimi deyinə. Gəldim dedim ki, Acun, bu söhbəti bağlayalım. Mən varam ortada. Sağ olsun, Aslan da keçdi. Düzdürmü? Dedim, mən varam burada. Olub da indi dalaşmışsınız, Allah şeytanı nəhrət eləsin. Aslan nə qədər zərər vurulmuşdu, Aslanın zərərini ödədilər. Dedim, qardaş, filan qədər mənim gözümün qabağında verirsən, mən aldım o pulu verdim də sizə. Yadınıza gəlir. Yaxşı gəldim, sağ ol valla. Yaxşı mən gəldim də, yadımda gəldi, çıxartdım o cibimdəki pulu mən verdim də sizə. Dedim ki, bu söhbət bizim maşında, hə. Hə? Oturmuşdum da sizin maşınınıza oturmuşdum. Ay sağ ol. Şöbən Xırdalan şöbəsinin qabağında. Dedim, söndüm beləncəsə dedim verdim. Dedim bu söhbət. Mən verdim sən ondan əl versən. Dedim qarşında məni görərsən də biraz artıq nəsə olasaydı məsələn başqa cür danışardım. Yaxşı, mən Allahın gətirib. Allahın gətirib. Amma yox, gördün Aygün, sən məni tanımadın orada birinci. Sonra gördün ki, yox, Təbriz sülh adamıdır elə. Qanı qandan yatızdırandır. Sən üçün yaxşı deməmişdilər. Ancaq sənə dedim ki, sən beləsən. Mən üçün yaxşı, indi niyə yaxşı deyirlər? Təbrizin maşını var, biraz işi gücü, şan şöhrət. İndi yaxşı deyəcəklər. Təbriz o poxu yemir, amma indi yesə, deyəcəklər, yoxu Təbriz yaxşı olandır. Bilsən, Aygün, bizim millətin psixoloji travması budur. Buracan gedirsən. Sən içməsən gözəl insansan, Allah haqqı. Harada işlədəmi bilmək istəyirsən, Muncuq, gir birinci səhifəmdə videomu görəcəksən. Mən qanı qanla yatızdıran oğlanam. Bax, Allah şahiddir. Ailəsində problemi var idi, mən getdim yatızdırdım. Amma Aslan hansı nisiryozu, belə deyək, gətirdi evinə saldı. Aygünə dedi ki, apar mən dostumdur, qabağına yemək qoyucuna. Çox güvənmə dostu var, birdən qoyar mostu var. Bir dənə minərsəyə çox söz deyim, dostlar, yaxşı oğlan evinə adam gətirməz. Yeyib içmək istəyirsənsə, oğlan deyinə ki, gedək kafedə oturaq yeyəcək. Bu içki elə bir şeydir ki, mən özümdən deyirəm, ha birinci. İstər-istəməz içəndə göz sataşır. Ailədir, gəlir yemək, stolunuza yemək qoyur, göz sataşır. Valla, Allah'ın da olsun. Mən Allah şükür ailəli də olmuşam, ayrılmışam da, Allah yoldaşımı da xoşbaxt eləsin, məni də xoşbaxt eləsin, balama da uzun ömür versin, bütün balalara uzun ömür versin. Mən ömür boyu, mənim öz dostluğuma demirəm, ha, ögey əmmoğlu, ailəvi və yaxud da daimoğlu, mən ömür boyu evimə gələndə demişim ki, deyib gəlim oturasınızda, demişim xeyr, gəlirsənsə ailəli gəlsin. Xeyr ola, mənim evim sərsin, nədir? Mən heç kimi inanmıram. Kişinin birinci dostu ailəsidir. Bu zamanədə dostu, mən dostum məncibim. Bəzən deyirlər. Bəzən səndə olaydı. Mən ailə saxlayan pis olmuşamsa, gəlin bax qardaş, Hacıqavanın Talış kəndə yaşayıram. Bu bütün qonşularım var. Deyirlər Təbriz necə ailə saxlayıb? Təbrizin pis ailə saxlamağı bilinsədir. Bir dəqiqə belə xalqa ekmazı açardım, ən azından bəzilər kimi heç yumurtamın özüdür olmazdı. Mən ailə sirrimi danışmıram. Bu yaxınlarda bildin də, sən dedin ki, övladım var. Mənə də şokdayam, ayılmamışam. Bu Acun-Acundan mən bilmirəm. Nə ki Acun, bəziləri biz heç bilməmişsiniz ki, mən ailəliyəm, yoxsa yox. Çox sağ ol, təşəkkürlər. Sevda xanım, sizə ilgiləndirən adı nədir? Mən özüm bilərəm, niyə ayrılmışam, nə səbəb ayrılmışam, özümüz bilərik. O, heç kim adəti yoxdur. Ən azından mənim yoldaşım olub o, uşağımın anasıdır. Qaldı ki, pis yazanlar heç mənim yoldaşımın atlan dırnağı ola bilməzsiniz. Kişi evlənərdə ayrılardı, amma kişi ailəsinin sizin TikTok'da mı, nə bilim ala çöldəmi, ATV'də mi deməz.
Ay sağ ol. Xətirinizə dəyməsin. Acun, mən sənə bu tərəfdən bir dənə pis baxıram. Bir dənə mən niyə pis baxıram? Siz Aslanla Zaur xətirinə dəyməsin, sizi oynadırdı. Niyə? Sən Aslanla dava eləyəndə, dava eləyəndə çıxmamalıydın ora. Sən tərəfdən bir iki nəfər, lap mən gələrdim sən tərəfdən, lap Aslangildən bir iki nəfər, özün bilsən qana, mən söz-söhbəti yatıcılan adamım, özün şahid olmuşsan. Nə onun adamı var, nə mənim adamım var idi, görə bilmirsən. Sənin adamın mən idim, mən bir kişiyə sənin evindən çörək kəsmişdim. Çağırardım, Quran haqqı özün bilirsən ki, mən ilanı yuvasından çıxardanam. Hə, yox, vay, hay, mən o Quran andası, mən insanın belə bir çıxmasın, yatızdırmağı bilirəm. Gələrdim, deyərdim, ay qardaş, lazım deyil, boşanmıyor, nə bilim, söz-söhbət yaratmıyor. O ceyran var, o ceyran məndən zəhləs gedirdi. Gördün o ceyran mənə qoluma girmişdi, məndən əl çəkmirdi. Bilirsən niyə əl çəkmirdi? Görür ki, o ceyran çox ağlı yaxşı işləyir, gözlər də çox zor görür. O bilir ki, o gördü ki, yox, bu Zaur Bəxşəliyev deyil, bu nə bilim, o ekspertlər deyil, bu Təbrizdir. Mən sənə yazdığım ona görə gəlir ki, mən yenə də deyirəm, sən gedib orada ailə sirrini danışmamalıydın. O danışırdı, sən çıxmazdın. Gör sənə burada nə qədər afərin deyəcəkdilər. Düzdür, səni qınayanlar çox olacaqdı. Sən iki kəlmə desəydin ki, mən də boşanmışdım da, mən də boşanmışdım. Mən gedib ağzımı atıb Allah yoluna danışa bilməzdim. Mənə qaynatam niyə görə bu günə kimi ayrılsam da çox istəyir. Deyir, ailə sirrini dağıtmamısan. Sən bir dəfə ailəndə söz-söhbət olanda mən eşitməmişəm. Və mənə qaynatam həmişə bu sözü deyib. Bir dəfə zəng edib deməmişsən ki, qızın niyə belədir? Bilsən niyə görə zəng edib deməmişəm? Mən bir dənə kəlmə qalib deyərdi ki, sən də tək kişisən, sən, mən qızım o evdə fironluq eləyir. Deyərdi bu sözü, düzdürmü? Düzdür. Amma mən qoymaram. Bir dənə adı qoyublar, Təbriz içir. İçirəm, zor eləyirəm. Mən əvvəldən içki içən olmuşam. Mən daha doğrusu ayrılandan sonra içmişəm. Mən içki içən oğlan olmamışam. Benzin də satmışam, moykada da işləmişəm. Prakat üsullarda aparıb düz qoşu eləmişəm. TikTok üzü də görməmişəm. Mən birinci aləm deyə bilməz ki, Təbriz bir dəfə canlı yaymasın mənim yanımda. Ömür bu deyə bilməz ha. İçmişəm evimdə, həftədə 2 dəfə gəlmişəm, əziyyət çəkmişəm. Yoldaşım bir dənə Allah yadımdadır ki, bir dənə uşağa sən dönərlə ayran aldın, verdin. Baxırdım sənə, izləyirdim. Təbriz eləsin, hələ cibinə də pul bassın. Mən bir dənə içməsən, Allah qız, çox gözəl insansın. Bir dənə içməyi tərk et. Mən o demişəm, ailə qurmasam mən elə içki içəcəm. Ailə qurandan sonra gedəcəm ailəmlə. Lap belə canlı yayım açaram, yoldaşımın üz görmədən, əlimi Qurana basaram ki, içkindən əlvida. Elə dəqiq olsun. Qurana onda olsun. Mən bir dəfə, mənim əmim arvadı var, ATV-dən. Mən həyatımı dağdan oğlan oldu. Nətər? Dedi, Arzu Azərbaycanda o adam yoxdur ki, yox deməsin. Yazırsan ki, Allah xoşbaxt eləsin. Nə xoşbaxt eləsin Allah? Ay təbii, bir dənə söz deyim. Biz sığınacaqda qalanda sən ona zəng elədin ki, gəl yanıma da. Boynuva al. Bilirsən niyə? O mənə zəng edib demiş ki, mən çöldə qalmışam. Bəs o niyə bu tərəfini demir? Mən ki, çöldə qalmışam. Sən orada dur. Sən dedin, boynum atım gəl, o da gəlmədi. Ay yox, WhatsApp'dakı yazıları görmədin? Yox, ayrı WhatsApp'dakilər yazılar görsəydin, onda danışmazdın. Mənə zəng elədi, qayıtdı ki, Təbriz hardasan? Mən dedim ki, Badandatdayam. Dedim, nə olub? Dedi, evin neçə otaqdır? Mənə yazdı. Dedim ki, 2 otaqdır. Hələ hətta sənin adı da çəkdi. Nə hələ şeytana, sənin adı da çəkdi. Dedi, günə gəlib biz qala bilərik. Dedim, valla siz gəlib qalsın, gələ mən evdən çıxam. Qayıtdım əbirlədi, harda qalacaqsan? Bəs dedim, neyini? Gedim maşında yataram. Qayıtdı ki, gözlə Agünə deyim. 5 dəqiqə, 10 dəqiqə sonra keçdi, qayıtdı belədi. Yox, daha gələsi olmadı. Söhbət belə olmuşdu. Mən yalan danışmıyorum. Sənin də adı verdi. Və sənin adı Raskoda verib, nə demir? Dedim, Badandatda qalıram. Dedi ki, adsın evin neçə otaqdır? Dedim, 2 otaqdır. Dedi, biz gəlib qala bilərik. Dedim ki, gəlin qalın, amma mən düşəcəm həyatda maşında yatacam.
Dedi, yo, elə əmələ gəlməz. Dedim, narahat olmayın, gəlin, insansınız. İndi belə tanıyıram sizi. Mən sizin ikizə də hörmətim var. Dedi ki, yaxşı, 5 dəqiqə sonra keçdi ki, yo, mən gələ bilmərəm, dedi. Dedim, gələ bilmirsən, özün bilərsən da. Heç kim pis insan deyil, başa düşürsən. Nə qız, nə oğlan. Hər özünə görə bir insandır. Kim neçə dəfə ələ getdi, kim evləndi, onun heç kim adəti yoxdur. Eşitdin məni? Danışma heç kimin işinə. Yo, mən bilirsən nətərdir, mən həmişə Hamının insan... ailə qurmağa haqqı var. Qismətdir, nə bilim, gətirmir. Kimsə nəsə qınıya bilməz. İstəyirsən özündə olmursan, çalış içmirsən, o da hətir istəyirlər ki, olmaz. Kim nədir? Zəhər olsun, cəhənnəm olsun. Kim pul qoydu, kart qoydu, nə borcu verir? Sən öz həyatını yaşa, gələcəyi qur. Nə xətiri istəyib deyirik. Ən azından bizim evdə qonaq olmursan. Mən sənə deyəcək, sən pis əməllərlə məşğulsan, dedin yox. Başa düşdün? Səni elə tanıtdırmışdılar mənə. Sənə də o bilirəm də kim tanıtdırmışdı. Həmin adamın da evdə payım gəldi, yoldaşı bura çıxdı, qayıtır ki, Təbriz, elə bir söhbət yoxdur. Kim deyir, onu sənə poxlayır, qələt edir. Özün bilsən də kim demişdi. Açıq aydın dedi, necə qorxursan? Hüseyin arvadı demişdi, Ayşat demiş ki, o narkomandır. Kimə demişdi? Hüseynin arvadı gedib ATV-də hər yerə yaymışdı. Mən də Hüseynə zəng elədim ki, ay qaqa. Yanında istifadə eləmişsən. Yəni dedim, ay qaqa, mən çəkmişəm, arvadımla bir yerdə çəkmişəm. Dedi ki, ona sözlü danışırsan, təbii ki, olansa, mən sənə hörmətim var. Sonra qayıtdım ki, qaqaş, gedib arvadının yanından üzrəm, gedib burada deyib, deyir, qaqaş, yalan söhbətdir bu. Dedim, hada, o bilmirəm. Dedim, amma ayıbdır da, yəni gedib yoldaşım mənim haqqımda elə söz danışmasın. Yoldaşı yenə də boynuna almadı. Çıxıb canlıya demədi ki, mən o sözü demişəm. Yoldaşı yenə də boynuna almadı, amma mən Hüseynə görə, zaten Hüseynə görə mən keçdim. Mən Hüseynin uşağı dünyaya gələndə Hüseyn elə bir vəziyyətdə idi. Mən də hay Allah har dedim. Deyəcək, Əmircanda dedim, Hüseyn zəng elədi. Təbrizdə tərsən dedim, sağ ol. Dedi ki, biraz problemim var, bəs ata olacağım. Dedim, nə yaxşı təbrik edirəm, Hüseyin. Qayıtdı ki, qaqaş, mənə 80 manat pul lazımdır. Dedim, Hüseyin, bir dəqiqə gözlə, görüntünü istəyirsən azkına, gözü görün cibimdə nə qədər pul var. Belə əlim attım cibimdə, Allahım şahidim olsun, axırıncı qəpiyim kimi nə var idi cibimdə idi. Yəni pul evdə idi. Dedim, Hüseyin, cibimdə bir dəqiqə real 40 manat var. Dedi, qaqa, Allah köməyən olsun, nə varsa at ki, ehtiyac yoxdur 80 manata. Mən də çıxartdım atım, sonra dedi ki, verəcəm, mənə yox. Sonra dedim ki, hava xoşum olsun, mən də elə bu sən balonun üstünə verdim. Elə ki, balonun yanına gəlmişim, 40 manat verdim. Amma onun yoldaşı durdu, qayıtdı ki, Təbriz narkomandır. Narkoman idisə, narkomandan pul gəldisə. Düz dedi, narkomanın başını bıraxdan, hə? Hədə, narkomanlığın başını bıraxacam mən, hə? İçməyin də başını bırax. İndi içməmişəm, indi dadına baxıram. Sən içməsən var, çox gözəl insan olarsan, Allah haqqı. Belə də gözəl insan. Valla o narkoman deyirlər, narkoman içkiçən də var. Onların kimi ürəyi kimi ürəyi yoxdur. Düz içib başı gedənlər yox, onu demirəm. Amma içib özü normal aparanlar var, ha. Allah onların ürəyi kimi ürəyi yoxdur, ay gün. Qurana and olsun. Necəsən bacı? Necəsən ürəyim? Sağ ol, siz necəsiz? Masallı xanımıdır, masallı xanımı. Necəsən? Ürəycim. Yaxşıyam, siz necəsiz? Tanımadım. Aysan, necəsən? Ay gün mən də Bakıya gəldim, gəzmə. Amma qayıdacam, səhər gəlmişəm. Hüzur yerinə gəldim, indi gedəcəm evə birazdan. Amma istəyirdim qalam səni görəm, ancaq Allah haqqı heç mümkün deyil. İnşallah görüşürük.